Salam, biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə, səhifə 40 və 41-dəki tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Gəlin başlayaq. Tapşırıq 6A. Mətni oxuyun, obrazların adlarını qeyd edin. Əskərə hədiyyə. Bəşirlə Lalənin atası zabit idi. Onların ailəsi hərbi şəhərcikdə yaşayırdı. Bir gün Bəşir küçədə velosiped sürürdü. Birdən velosipedin zənciri yerindən çıxdı. Bəşir nə qədər çalışsa da onu yerinə sala bilmədi. Bu zaman bir əskər ona yaxınlaşdı. Tez bir zamanda velosipedi təmir etdi. Onlar tanış oldular. Əskərin adı Eyvaz idi. Məlum oldu ki, Eyvazın komandiri Bəşirin atasıdır. O gündən Bəşirlə Eyvaz dostlaşdılar. Eyvaz hər dəfə balaca dostunu görəndə onu zarafatyana hərbi salam verirdi. Bəzən də Bəşirlə Laləni şokolada qonaq edirdi. Bir gün uşaqlar xəbər tutdular ki, sabah Eyvazın doğum günüdür. Ona sürpriz etmək istədilər. Çox fikirləşsələr də bir qərara gələ bilmirdilər. Elə bu vaxt təlimdən qayıdan Eyvazı gördülər. Onun üst başı toz torpağa batmışdı. Birdən Lalə sevincək qışqırdı. Tapdım, tapdım, gəlin onun paltarlarını yuyaq. Bəşir Lalə ilə razılaşdı. Birlikdə plan qurdular. Səhər erkən qalx əmri veriləndə Eyvaz da bütün əskərlər kimi oyanıb cəld paltarlarını geyinmək istədi. Bu zaman təəccübündən yerində donub qaldı. Paltarları tamam yaş idi. Ancaq çarə yox idi. Birtəhər geyinib sırada dayandı. Komandir Eyvazın gecikdiyini görüb otağa çağırdı. Eyvaz içəri girən kimi komandir hissə soruşdu. Bu nə üst-başdır? Çaya yıxılmışdın? Özüm də bilmirəm, komandir. Onda cəzanı çəkəcəksən. Sizcə uşaqlar Eyvazın ad günü üçün hansı planı qurmuşlar? Şəkillərə baxın, uşaqların planı haqda danışın. Deməli, Eyvaz yatanda onun otağına daxil olsunlar, onun paltarlarını götürüb evə gətirsinlər, paltarları yaxşıca yuyub yenidən qatlayıb aparıb yerinə qoysunlar. Çalışma C. Rollu oyun. Mətndə Bəşirlə Eyvazın tanış olduğu hissəni bir daha oxuyun. Həmin hissəni genişləndirərək səhnələşdirin. Deməli, həmin hissə bu hissədir. Bir gün Bəşir küçədə velosiped sürürdü. Birdən velosipedin zənciri yerindən çıxdı. Bəşir nə qədər çalışsa da onu yerinə sala bilmədi. Bu zaman bir əskər ona yaxınlaşdı. Tez bir zamanda velosipedi təmir etdi. Onlar tanış oldular. Əskərin adı Eyvaz idi. Məlum oldu ki, Eyvazın komandiri Bəşirin atasıdır. O gündən Bəşirlə Eyvaz dostlaşdılar. Eyvaz hər dəfə balaca dostunu görəndə ona zarafatyana hərbi salam verirdi. Bəzən də Bəşirlə Laləni şokolada qonaq edirdi. Deməli, həmin bu hissəni siz salamlaşma, tanış olmaq, xahiş etmək və təşəkkür etmək nitq etiketlərindən istifadə edə bilərsiniz. Burada çalışma 6A mətnində obrazların adlarını da qeyd edək. Bəşir, Lalə, daha sonra Eyvaz, bu qədər. Çalışma 7A. Hadisələrin davamını təxmin edin. Mətni oxuyun və öz təxmininizlə müqayisə edin. Uşaqlar kənarda dayanıb qalx əmrini yerinə yetirən əskərləri izləyirdilər. Onların əsgərləri sırasında Eyvazı görməyib həyəcanlandılar. Onlar Eyvazın cəzalanacağını təxmin etmişdilər. Gizlicə onun arxasında komandirin otağına getdilər. Uşaqlar dəhlizdə gizlənib söhbətə qulaq asırdılar. Birdən Bəşir cəsarətini toplayıb atasının otağına girdi. Ata, onu cəzalandırma, günah bizdədir. Bəşirin atası və Eyvaz buna təəccübləndilər. Komandir soruşdu. Siz etmişsiniz, nə üçün? Bugün Eyvaz əminin ad günüdür. Nə olsun? Biz Eyvaz əmini təbrik etmək üçün onun paltarlarını yuduq. Komandir gülməkdən özünü güclə saxladı. Eyvazın üstündən su damcılayırdı. O əlini Eyvazın çiyninə qoyub dedi. Səni təbrik edirəm, axşam bizə qonaq gələrsən. Baş üstə, komandir. Bəşirin atası uşaqları sarı çevrilib dedi. Sizə isə əskərə göstərdiyiniz qayğıya görə hərbi hissə adından təşəkkür edirəm. Uşaqlar təəccüblə komandirin üzünə baxdılar. Bu onların həyatda aldıqları ilk rəsmi təşəkkür idi. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı unutmayın.